Bir ayu. Yatmak vaktidir. Güzel yatmak vaktidir. Ayşenur qurban. Salamlar, Üç Uşaqlı Ananın bir günü vloguna xoş gəlmisiniz. Mövzumuza keçmədən öncə istəyirəm ki, temu bağlamamızı açaq. Körpəli olduğum üçün gedib hər hansısa bir mağazada rahat şəkildə seçim edə bilmirəm. Ona görə mənə təcili lazım olan kosmetik vasitələri temudan aldım. Kosmetik vasitələrim çoxdur, lakin mənə yüngül və daşına bilənlər lazım idi. Ona görə kiçik ölçülü kosmetik vasitələr sifariş etdim. Mislin firmasının kirşanı. Bununla göz altlarımı sabitləməyi düşünürəm, bilmirəm amma necə alınacaq. Göz altı üçün belə bir korrektor. Üzərində fırçası da var idi. Mən hər ikisini də bəyəndim. Bir də fırçasız tətbiq oluna bilən belə bir korrektor aldım. Sonra 5 ədədli dodaq boyası aldım. Bu boyanın qırmızı tonları da var idi. Mən isə nude rəngində olan tonları seçdim. Gəlin sizə tək-tək onun rənglərini göstərim. Sonra belə bir stick highlighter almışam. 5 rəngi də çəkərək sizə göstərəcəyəm. Bu işıqda parıltısı çox yaxşı bilinməsə də yağlı və parıltılıdır. 3 ədəd qara, qəhvəyi və ağ rəngdə göz qələmi götürdüm. Və bir də belə bir liner götürdüm. İlk çəkəndə xoşuma gəldi. Gözümə çəkəndə isə qırıldı. Qəhvəyi rəngdə belə bir tuş aldım. Bu isə qara rəngdə olan tuşdur. Bunu alanda düşünürdüm ki, mini boy quru şampun olacaq və çantaya qoyub harasa gedəndə istifadə edə bilərəm. Açdım, baxdım ki, Prisipkaya oxşayan quru şampundur. Aldıqlarımın arasında hansınısa bəyənsəniz, şərh bölməsində yazarsınız, mən sizə linki göndərərəm. Bugün çox maraqlı bir mövzu haqqında danışacağam. Evlilik yaşı nə vaxt doğrudur? Mənə sizin də fikirləriniz çox maraqlıdır. Sizcə bir insan neçə yaşında evlənməlidir? Bilirsiniz, bəzən düşünürəm ki, bu evlilik yaşı deyilən anlayışı kim səsləndirib? Niyə sanki qızlar, oğlanlar bir yaşı keçən kimi dərhal insana təzyiq olunur? Qızlar 25-i keçəndə artıq hamı başlayır. Kiminin bu? O kimin var? Nə vaxt evlənirsən, nə vaxt tərpənirsən, niyə hələ təksən? Vaxt keçir, evlənməlisən, sonra evdə qalacaqsan. Amma heç kim soruşmur ki, bəlkə o insanın qəlbi hələ də hazır deyil. Uyandın. Bu necə kişi? Al işinə bax elə. Şirin bana. Bir turam hardan. Bana bir ben dönüp sadece bir turam hardan. Buralarda değil. Aynen. Anne bizi hoş gelmişsin. Ay seni hoş gelmişsin, hoş gelmişsin. Bəlkə o qız indi özünü tanımaqla məşğuldur. Bəlkə hələ kiməsə ürəyini tam etibar edə bilmir. Cəmiyyətdə evlilik elə bir mövzuya çevrilib ki, sanki vaxtı ötmüsən, qatar gedib. Amma heç kim demir ki, bəzən o qatarı qaçırmaq xeyirli olur. Çünki o qatarda çox vaxt tələsik qərarlar. Hamı evlənir, mən də evlənim düşüncəsi olur. Məncə evlilik yaşı deyilən bir anlayış yoxdur. İnsanın evliliyə hazır olduğu yaş var. Kiminsə ruhu 21 yaşında evliliyə hazır olur, kiminsə 35-də belə hazır olmur. Hər birimizin həyat yolu, travmalarımız, uşaqkən gördüyümüz sevgi tərzi fərqlidir. Biri uşaqlıqdan sevgi görmür, amma evlənəndə o sevgini tapmaq istəyir. Digəri əksinə çox sevgi içində böyüyüb, amma həyatdan elə zərbə alıb ki, indi kiməsə güvənə bilmir. Bu arada gördüyünüz kimi gəlmişəm nənəgilə. Nənəm Ayazı yedizdirir, duyğu yeməyini özü yeyir, mən də keyf edirəm. Nə vaxt anamla nənəmin yanına gəlsəm, bir neçə saatlıq belə olsa məsuliyyətim azalır və ana olduğumu unuduram. Nəysə, qayıdım mövzumuza. Cəmiyyət nə edir? Hamıya eyni ölçünü qoyur. Qız 25-i keçdi, artıq gecdi. Nəyə görə gecdi?
Əgər insan xoşbəxt deyilsə, 20-də evlənsə nə olacaq? Əgər 30-da özünü tanıyıb doğru insanla evlənəcəksənsə, bu niyə gec sayılır? Gəlin etiraf eləyək ki, tez evlənməyin də öz gözəlliyi var. Bəzən iki insan gənc yaşda tanış olur, bir-birinin yanında böyüyür, dəyişir, bir-birini formalaşdırır. Amma bu çox nadir hallarda olur, çünki çox vaxt gənc yaşda insan hələ kim olduğunu bilmir. Nə istəyir, nə xoşlayır, nə ilə xoşbəxt olur, bunların fərqində olmur. Və bu halda qurulan evlilik çox vaxt sınır, çünki içindəki öz hələ formalaşmayıb. İtələti səni çox boyur. Bəzən gec evlənənlərdə də başqa çətinliklər olur. Məsələn, artıq insan müəyyən vərdişlər qazanır. Tək qalmağa, sakitliyə, azadlığına öyrəşir. Sonra kimsə gələndə o sərhədlər pozulur. Artıq biz yox, mən düşüncəsi güclü olur və kompromisə getmək çətinləşir. Əslində evlilik biraz da güzəşt sənətidir. Yəni hər dəfə biraz geri çəkilməyi, biraz dinləməyi, biraz da susmağı tələb eləyir. Amma bizə nə öyrədilib? Hər kəs öz haqlılığını sübut etməyə çalışır. Halbuki evlilikdə bəzən haqlı olmağın heç bir mənası yoxdur. Qarşındakı insan inciyibsə, ağlayırsa, sən artıq qalib deyilsən. Çörəyi vermirdi sənə. Gəldi işıqlar. Açan düşməyəcəm sənə, şamları söndürəcəksən. Çox adamlar var ki, 21-22 yaşında evlənib, amma illərlə özünü tapa bilməyib. Elə bil ki, illərdir bir qəlbin içindədir, amma əslində kim olduğunu unudub. Bəzi qadınlar var ki, deyirlər, kaş biraz gec evlənəydim. Biraz yaşayardım, özümə baxardım, özümü kəşf edərdim. Bəzi qadınlar da var ki, yaxşı ki, tez evləndim, uşaqlarım indi böyükdür, mən də hələ gəncəm deyirlər. Yəni birinə uyğun olan digəri üçün uyğun olmaya bilər və yaxud da doğru sayılmaya bilər. Həyatın tək bir vaxtı yoxdur. Hər kəsin öz zamanı var. Məsələn, mən 24 yaşımda evlənmişəm və bu mənim üçün doğru qərar idi. 25 və 27 yaşlarımda da ana oldum. Hal-hazırda balalarımla doya-doya vaxt keçirirəm. Çünki hər birinin hal-hazırda ana qayğısına, ana sevgisinə ehtiyacı var. 30 yaşım olanda da övladlarımın 3 və 5 yaşı olacaq. Və buna görə də yaxşı ki, tez evləndim deyənlərdənəm. Bu arada anam işdən gəldi. Duyğunun Ayazı qısqandığı iki insan var ki, onlardan birisi də nənəsidir. Digəri isə atası. Hər ikisi Ayazı qucağına götürən kimi küsür ki, məni niyə qucağınıza götürmədiniz, onu götürdünüz. Ümumiyyətlə, cəmiyyətin dediklərini susturmaq çox çətindir. Xüsusilə də qız uşaqları üçün. Söhbət evliliyə gəldikdə hər ailə, hər qohum, hər qonşu bu məsələyə qarışır. Elə bil evlənmək sadəcə statusdur. Amma evlilik ruhun birləşməsidir. Sadəcə nikah kağızı deyil. Yatmırsan o da. Mən sən yat istəyirəm. Bu arada anamla nənəm hər zaman mən gələndə sevdiyim yeməklərdən hazırlayırlar. Bu da fincan plovdur. Anam gil bunu çox dadlı hazırlayır. Bir də məncə evlilik qərarı almamışdan öncə hər kəs bir sualı özünə verməlidir. Mən kiminləsə yaşamağa hazırammı, yoxsa sadəcə tək qalmaqdan qorxuram? Gör nəfəs ala bilir nənə, hə. Dizinə vur, dizinə vur. Ay sağ ol. Bilir də ye. Hə. Hə. Qulağını erirsən, qulaq. Bilirəm hamısını. Çünki bir çox insan tək qalmamaq üçün evlənir. Amma sonra o təkliyi elə evləndiyi evin içində yaşayır. Bəzən bir qız evdə şiddət görür, baskı görür və deyir ki, evlənsəm bu mənim qurtuluşum olar. Sonra evləndiyi şəxs isə evdəkilərdən daha betər olur. Daha çox şiddət göstərir, daha çox baskı edir. Necə deyərlər, yağışdan çıxıb yağmura düşür. Gecə hamı yatdı, hər zamanki kimi Duyğunun 2 saatlıq konsertinə baxırıq. Ona bilsə ki, verdiyini dəqiqəsindən benimlə. 3 uşaqlı ananın bir günü bitdi, keçirəm növbəti günə. Şəvşə baxır. Gözəl oğlan. Şirin oğlan. Evlilik bəzən səssiz bir döyüşdür. Kim daha çox susacaq, kim daha çox anlayacaq, kim daha çox fədakarlıq göstərəcək.
Amma sevgi varsa, bu döyüş bir yük kimi deyil, bir yol yoldaşlığı kimi hiss olunur. Əgər sevgi yoxdursa, o zaman hər şey məcburiyyətə çevrilir. Bəzən insan o qədər tələsir ki, bircə evlənim, hər şey düzələr deyə düşünür. Amma evlilik heç nəyi düzəltmir. Əksinə, içindəki boşluğu, yaraları daha da üzə çıxarır. Nə gözəldir. Mama darasın sənin üçün. Yumam da. Mən darayım sənin üçün. Yumam. Sənin deyə, sənin saçını darayım. Yumam da. Hə, yaxşı, özüm dara. Hə. Əgər sən özünlə barışmamısansa, evlilik sadəcə səni daha çox yorar. Bu arada yadınıza gəlirsə, keçən vloqlarımda belə bir buket hazırlamışdım. Bugün nənəginlə birlikdə gedirik hədiyyələrimizi verək. Nə gətirib nənə? Gördün çirtke. Çirtke. Ha. Gel buraya elime koyayım sana da. Gel korkma. Ya bak korkuldur. Bak gezir. Nene bakır onu var görsen. Bak gezir. Gördün gezdi. Dişlemir adam bu. Anam həyətdən çirtgə tutub gətirib ki, Duyğuya göstərsin. Mən heyvansevər olsam da belə həşəratlardan dəhşətli dərəcədə qorxuram. Bu videonu da qorxa-qorxa çəkmişəm ki, bu dəqiqə çirtgə üstümə atlanacaq. Həmçinin sizdən bir xahişim var, kanalıma abunə olub, like edib, gözəl şərhlər yazmağınız. Sizin yazdığınız şərhlər məni motivasiya edir və hər bir vloquma məsuliyyətlə yanaşıram. Qarşılığını görəndə də çox xoşbəxt oluram. Soruşsaz ki, mən anamla, nənəmlə nə üstündə dava etmişəm, deyərəm ki, uşaqlara telefon və tablet verməklərinə görə. Mən Duyğuya da, Ayaza da bilirsiniz ki, televizora baxmağa icazə verirəm. Amma nə mənim telefonumun dilini bilirlər, nə də ki, hər hansı bir cihazın. Hər dəfə desəm də nənəm sözümə qulaq asmır. Ümumiyyətlə fərq etmir, nənəm olsun və yaxud da hər hansı bir qohumum, tanışım olsun. Əgər mən uşağıma hər hansı bir şeyi icazə vermirəmsə, ana olaraq uşağım üçün ən düzgün seçim etməyə çalışıram. Sırf uşaq onları çox istəsin deyə, sevsin deyə belə etmək düzgün deyil. Sonra uşaqlar ana sözünü dinləmir və bunları edərək gələcəkdə necə böyük təhlükələrə yol açdığınızın fərqində olmursunuz. Biraz mövzudan kənarlaşsam da bunları demək istədim. İndi isə qayıdıram mövzumuza. Məncə evlilik yaşının düzgün vaxtı özünü tanıdığın andır. Həyatdan nə istədiyini, kim olduğunu, nəyə dözə biləcəyini və nəyə yox deyə biləcəyini bildiyin zaman. Çünki evlilikdə yox deməyi bacarmayan insan özünü itirir. Bəbə var orada. Baba var. Hə, sonra nə var? Güzel mi ben? Gözəl bəbə var. Hə. Sən də bəbəsən, Duyğu. Baba değil mi? Yox, sən böyümüsən. Baba paydadır. Bəbə bayırdadır. Hə, yox. Alacaktı. Bir də belə bir şey var. Bəzən həyat sənin üçün bir zaman seçir. Sən plan qurursan ki, filan yaşda evlənəcəyəm, amma həyat səni başqa yola salır. Bəzən o yol daha xeyirlidir, bəzən də səni daha möhkəm edir. Bir də bunu demək istəyirəm ki, məncə bu da çox vacib amildir. İndi fikir vermisinizsə, qızlar gec evlənmək istəyir, hətta heç evlənmək belə istəmirlər. Duyğu çatdıq? Az qalıb? Əslində insanları evlilikdən soyudan evlilər olur. Bunu açıq danışmaq lazımdır. Çünki çoxumuz evliliyin içində o qədər yoruluruq, bəzən o qədər inciyirik ki, artıq gözəllikləri görmürük. Bəzən elə qadınlar olur ki, evlənmədən öncə parıldayır, ətrafa işıq saçır. Evləndikdən sonra isə yoldaşı tərəfindən o işıq, o parlaqlıq söndürülür. Через на Aa mama ne koydun? Хрен. Ama bana bak. Ablamlar beni çok sevdi. Ama ablamlar beni çok sevdi. Geçim çıkarayım sana da. Onun içindir bir şey olacak. Evlilikdən hər kəs şikayət edir. Kişilər belədir, qadınlar elədir deyir. Heç kim demir ki, mənim həyat yoldaşım bir dəfə xəstələnəndə necə yanımda olub.
Ya da mənim çətin anlarımda onun necə dəstək olduğunu gördüm. Biz evliliyin pis tərəflərini çox danışırıq, amma gözəllikləri susuruq. Ona görə də subay insanlar evliləri izləyəndə elə bilirlər ki, evlilik sadəcə problem, əsəb və küskünlüklərdən ibarətdir. Və təbii ki, subaylar belə şeyləri eşidə-eşidə evlənmək istəmirlər. Halbuki hər evlilikdə yaxşı anlar da olur. Birlikdə böyümək necə də dəyərli hissdir. İnsanların evlilikdən soymasının səbəbi də elə budur. Çünki xoşbəxt evlilər səssiz olur. Küskün, yorğun olanlar isə daha çox danışır. Və cəmiyyət də sanki bu səsləri daha çox eşidir. Bebə gəlsin, Gələcəm. Yanına bacım səni. Yaxşı. Keçəcəksən balcıqların yanına. Yaxşı, sağ ol, Nava, sağ ol. Evlilik təkcə mübahisədən ibarət deyil. Birlikdə gözəl xatirələr toplamaq, birlikdə çay içib gözəl söhbətlər etmək, uşağın ilk gülüşünə bir yerdə baxmaq, gecənin ortasında bir-birinin üzünə baxıb susmaq da evlilikdir. Sadəcə bu səssiz anları heç kim danışmır. Ona görə insanlar zənn edir ki, evlilikdə xoşbəxtlik qalmayıb. Halbuki var, sadəcə səssiz tərəfdədir. Bir də tam tərsi sizə belə bir nümunə çəkmək istəyirəm. Elə qızlar da var ki, ailə qurmaq istəyir, ancaq anası, atası icazə vermir. Hətta mən buna öz gözlərimlə şahid olmuşam. Təxmini 35-40 yaşlarında bir qıza elçi düşmüşdü. Qızın anasına qızın üçün elçi var demişdilər. Ananın cavabı isə belə oldu. Yo, qızım hələ balacadır, evlənmir. Biz xəstə adamlarıq, qızım evlənsə bizə kim baxacaq? Mən bunları eşidəndə həqiqətən də şok olmuşdum. Bir insan qızının talehi ilə necə oyun oynayar? İndi həmin qız 50 yaşlarında bəlkə də daha çox olar. Hələ də ana atasına baxır. Anasının istəyinə görə evlənməyib, uşaqları yoxdur. Qardaşının uşaqlarına baxır. Bəlkə də evlənsəydi, indi uşaqları olardı. Öz uşaqlarına baxardı. Təəssüf ki, ananın egoist davranışına qurban getdi və qarşı çıxmağa ona haqq verməyiblər. Heç vaxt artıq gecdir deməyin. Çünki sevgi üçün, xoşbəxtlik üçün, ailə qurmaq üçün gec deyil. İnsan 40 yaşında da sevə bilər, 20 yaşında da yanlışa düşə bilər. Ən önəmlisi tələsib öz həyatını məhv etməməkdir. Əgər içində hələ hazırammı sualı varsa, deməli hazır deyilsən. Çünki evliliyə hazır insan bu sualı özünə vermir. O sadəcə bilir. O bilir ki, qarşısındakı insan onunla böyüməyə, paylaşmağa, dəyişməyə razıdır. Hər yaşın öz gözəlliyi var. 20 yaşda sevgi çox saf olur. 30 yaşda dərin, 40 yaşda isə anlayışlı. Aferin sənə. Qəşəng ört. Ay sağ ol. Belini ört. Belini ört, belini də ört. Aferin sənə. Aferin duyğuma, ağıllı balama. Getdik. Haydi sağ olun. Son olaraq bunu demək istəyirəm ki, evlilik məsuliyyət işidir. Onu yaşla ölçməyin. Əgər bir gün hiss eləsən ki, artıq kimləsə eyni hədəfə baxırsan, eyni dəyərləri daşıyırsan və içində sakitlik var, bax o vaxt doğrudur. Heç kim sənə indi vaxtıdır deməsin. Vaxtı sən bilirsən, çünki bu sənin həyatındır, sənin ruhunun qərarıdır. Əzizlərim, sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Özünüzdən müğayət olun, gələn vloqlarda görüşənədək. Ay, soyuq olmuşdu, Duyğu. Üstünü örtdün. Aferin. Duyğu, mən səni çox sevirəm. Sen çok seversin.
Ayşən Yaquba mama.